Salam əziz və dəyərli müəllimlər, hər birinizi xoş gördük. MİQ və sertifikasiya imtahanına hazırlaşan müəllimlərimiz, bu videom sizə həsr olunur. Bilirsiniz ki, Time 2026 kitabı yeni çapdan çıxıb və hal-hazırda mən o kitab haqqında sizə müəyyən fikirlərimi çatdırmağa çalışacağam. Və müəllimlər, bizim yeni kitabımızla bağlı olaraq artıq yeni vəsaitimiz əlimizdə olduğu üçün müəllimlərimizin çox saylı xahişlərini nəzərə alaraq yeni qruplar təşkil etmişəm və hər kəsin büdcəsini də təbii ki, nəzərə almışam. Əyiz Qrup Akademi kursunun rəhbəri olaraq bilirsiniz ki, hər il mütəmadi olaraq kampaniyalı qrupları sizlər üçün təşkil edirik. Bu da səbəbsiz deyil. Bütün müəllimlərə əl çatan olsun deyə belə bir təkliflər irəli sürürük. Və hal-hazırda mən istəyirəm ki, kitabımızın mündəricat hissəsi ilə sizi tanış edim. Ondan sonra isə keçəcəyik qruplarımız haqqında məlumatlarımıza. Əziz müəllimlər, gəlin baxaq görək mündəricatımıza. Demək, metodik çərçivəmiz bilirsiniz ki, bizə təqdim olunanda təhsilə aid sənədlər olan bölməsi, yəni hüquqi savadlılıq bölməsini biz orada görmədik, amma yeni vəsaitimizdə həmin o məqamlarda yer alıb. Yəni bura təhsil proqramı, kurikulum haqqında qısaca məlumatlarımız daxil olacaq. Fənn kurikulumlarına aid əsas terminlərin təsviridir. Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları, bir də müəllimlərin etik davranış qaydaları. Bu mövzular hüquqi savadlılıq bölməsində bizə qeyd edilib. Ondan sonra isə ikinci bölməmizdə isə, yəni keçən ilki mövzulardan da biz burada görürük, müəyyən qədər dəyişkənliklər də görə bilərik. Demək, yenə burada hansı mövzularımız yer alır? Təbii ki, inteqrasiyanı görə bilirik, xüsusilə də inteqrasiyanın növlərini daha geniş formatda bizə təqdim ediblər. 21-ci əsrin kompetensiyaları təlimdə formalaşdırılmasıdır. Təfəkkürün növləridir ki, biz təfəkkürün növlərini bilirik, amma müəyyən düşünmə növləri vardır ki, onlara aid də yeniliklər var. Kitabımızdan tanış ola bilərsiniz və yaxud da ki, dərslərimizə qoşularaq, əlbəttə ki, yeni metodik çərçivə əsasında, yeni vəsaitimizin əsasında yeni dərslərdən faydalana bilərsiniz. Metakognitiv bacarıqların formalaşdırılması, bilik fəaliyyət, Bloom'un idrak taksonomiyası, səriştə əsaslı tapşırıqların hazırlanması. Gördüyünüz kimi bu səriştə əsaslı tapşırıqların hazırlanması bu artıq yeni bir mövzudur bizim üçün. Təlimin forma modelləri əvvəllər də var idi. Sinxron, asinxron tədris. Keçən ildə biz bu barədə tanış olmuşduq. Sorğu araşdırma əsaslı, problem əsaslı, layihə əsaslı, oyun əsaslı, bir də birbaşa təlim modelləri haqqında da məlumatları biz görmüş olacağıq. Bundan başqa əziz müəllimlər, burada daha nələr var? Təlimin formalarını görürük. Xüsusilə də əməkdaşlıq kommunikasiya strategiyaları, refleksiya strategiyalarını görə bilirik. Demək ki, bu mövzu bir qədər də genişləndirilmişdir. İllik gündəlik planlaşdırılmamız var burada. Şagird yönümlü model haqqında danışacağıq. Yəni şagird yönümlü interaktiv təlim deməkdir və burada şagirdlərin dərsə cəlb olunmasıdır, sual-cavabdır, əməkdaşlıqdır, refleksiyadır ki, bu kimi məqamlara toxunmuş olacağıq. Müəllimlərin fasilitasiya bacarıqları var. Sonra əvvəl biz inklüziv təhsil deyərək öyrənmişdik. İndi artıq fərdiləşdirilmiş təlim kimi də bizə təqdim edilib. Bu fərdi yanaşmanı biz zaten diaqnostik qiymətlərin tərkibində öyrənmişik. Planlaşdırma dərsinin içərisindən bilirik. Və ya inklüziv təhsil haqqında, diferensial yanaşma haqqında mövzularımızda kimlər iştirak edibdirsə, təbii ki, mən elə həmin müddətdə də fərdi yanaşma, individual yanaşma haqqında fikirlərimi müəllimlərimizə çatdırmışdım. İndi burada daha geniş formada bizə təqdim edilib. Öyrənmə tərzlərimiz var burada. Sonra yeni mövzulardan olan təlimdə rəqəmsal vasitələr, süni intellekt, bundan əlavə tədrisdə dizayn düşüncəsi çox maraqlı mövzulardır. Müasir metodlara əsaslanan mövzularımızı əhatə edir yeni vəsaitimiz. Yəni məqsədyönlü şəkildə oxusaq, məqsədyönlü şəkildə istifadə etsək, təbii ki, öz məqsədimizə də çatmış olacağıq. Qiymətləndirməni görürük biz burada. Ölçmə və dəyərləndirmə kimi də ikinci yanaşma olaraq adı bizə təqdim edilib və qiymətləndirmənin növləri var burada. Məktəb daxili, milli, beynəlxalq
qiymətləndirmə, onlar haqqında ətraflı məlumatlar, beynəlxalq qiymətləndirməmizi görürük, onun 3 istiqamətdə planlaşdırılmasını görürük və s. Sonra nəhayət keçirik digər 3-cü bölməmizə. Burada pedaqoji səriştəlilik bölməsini əhatə edəcək. Xüsusilə pedaqoji, psixoloji yanaşmaları biz burada görə bilərik və tərkibinə nələr daxil olacaq? Təhsildə müasir pedaqoji yanaşmalar var burada. Şəxsiyyətin formalaşdırılması, Gardner çoxnövlü zəka nəzəriyyəsi, Piaget, Vygotsky, Dweck, Kohlberg, Gagne, Goleman, Jung, Bandura, bunları biz bilirdik, amma Brunner koqnitiv öyrənmə nəzəriyyəsi var burada. Tədqiqat əsaslı öyrənmə, düşünürəm ki, maraqlı bir nəzəriyyəmiz olacaq. Rogersin şəxsiyyət yönümlü yanaşması adından da bəlli olduğu kimi, yəni maraqlı bir mövzuya bənzəyir. Ümumiyyətlə, müəllimlər, kurikulumda mənasız, mahiyyətsiz, əhəmiyyətsiz heç bir mövzu yoxdur. Sadəcə, mən hər zaman müdavimlərimə də qeyd edirəm ki, çalışın kurikulumu əzbərləməyəsiz. Sevərək öyrənmək lazımdır və anlayaraq öyrənmək lazımdır ki, bizə imtahanda verilən suallar hansı formatda olursa olsun, miqyasından, formatından asılı olmayaraq, əgər biz o mövzuları həqiqətən də anlamışıqsa, təbii ki, bir ipucu tapıb o testləri də yerinə yetirə biləcəyik və doğru cavablar əldə edəcəyik. Ona görə sadəcə diqqətlə oxumaq lazımdır, məsuliyyətli olmaq lazımdır. Xüsusilə də ki, hal-hazırda biz məsuliyyətli aylardayıq. Yəni, hər bir dərsə ciddi yanaşmaq lazımdır. Hər bir dəqiqəni mütləq şəkildə əhəmiyyətli formada keçirmək lazımdır. Sonra bizim burada var digər bir bölməmiz, sinifdə təhlükəsiz psixososial mühitin qurulması var. Demək, burada hansı mövzuları görmüş olacağıq? Sosial-emosional öyrənmə, Castle modeli var burada. Təlim prosesində səmərəli öyrənmə mühitinin qurulması çox maraqlı və önəmli olan mövzulardandır. Pozitiv intizam, bərpa edici yanaşma maraqlı mövzuya bənzəyir. Sinifin idarə edilməsi çox maraqlıdır. Bir müəllimin pedaqoji fəaliyyətində ona yardımcı ola biləcək mövzulardandır. Şagird davranışlarının idarə olunması, qısnama, bilirik ki, dövrümüzün qlobal problemlərindən biri də bullying hadisələridir və təbii ki, bu mövzular əvəzsiz mövzulardır. Və əlbəttə ki, bu mövzuları biz birgə şəkildə interaktiv metoddan istifadə edərək daha maraqlı, daha məqsədyönlü öyrənə bilərik. Və bunun üçün də müəllimlər hər birinizi düşünərək, hər birinizi nəzərə alaraq 2 istiqamətdə mən qruplar yaratmışam. Birinci qrupamız fevral kurikulum qrupudur. Fevralın 16-sından etibarən dərsə başlayacağıq. Cəmi 21 azın ödəniş etməklə 4 günlük dərslərdən istifadə edə bilərsiniz. Həftənin 2 günü yeni dərs günləri olur. Digər günlərdə isə testlərin təhlili, bir də mütəmadi olaraq individual yanaşılaraq müzakirələrə vaxt ayırıram ki, bu sizə həm də növbəti mərhələdə, müsahibə mərhələsində də çox yardımcı ola biləcək. Yəni, kommunikasiyanızda sizə daha çox köməkliyi toxunacaq. Bu bizim fevral kurikulum qrupamız. Zoom platformasında həyata keçirilir bu dərslər və dərsi elə dərsdəcə öyrənmiş olursunuz. Dərsi dərsdə izah edirəm, sual-cavab da edirəm. Mövzunu tam anlayana qədər tam da sizə dəstək oluram. Bu qrupun ödənişi 21 azın təşkil edir. Yenə də bütün müəllimləri düşünərək hər kəsə əl çatan olsun deyə bu ödənişləri təyin etmişəm ki, hər bir müəllim istifadə edə bilsin. Sonra müəllimlər, digər bir kampaniyalı xüsusi qrupamız var. Çox saylı müəllimlərimizin istəklərini nəzərə alaraq, çoxdandır ki, WhatsApp qrupları mən açmırdım. Artıq 2 ildən çoxdur. Ona görə də əvvəllər 5 il, 6 il bundan öncə mənimlə hazırlaşan, xüsusilə WhatsApp qruplarında olan müəllimlərimizin xahişi ilə yenidən WhatsApp kurikulum qrupası yaratdım və bu qrupda da dərslər elə fevral ayında başlayacaq, amma bir fərqli məqam odur ki, burada dərslər WhatsApp vasitəsilə keçiriləcək və mövzular öncədən müəllimlərimizə göndəriləcək. Və təbii ki, kimlər ki, ucqar yerlərdə yaşayırlar, internet problemləri var, həmin müəllimlər üçün bu qrupamız düşünürəm ki, daha məqsədyönlü olar, daha əlçatan olar və cəmi 11 azın ödəniş etməklə bu qrupa qoşula bilərsiniz. Yəni, həqiqətən də indiki dövrdə
və indiki yəni hər bir şey nəzərə alsaq, çox gözəl, çox münasib, hər kəsə uyğun olacaq bir qiymət yerləşdirmişəm bura. Ümid edirəm ki, hər birinizə uyğun olar, hər birinizə düşərli olar. Və yeni qruplar üçün müəllimlər qeydiyyat nömrəmizi də qeyd edəcəm. 055 680 59 49 nömrəsinə yazaraq qeydiyyatdan keçə bilərsiniz. Yəni bir bayaqki qrupamız 21 AZN olan Zoom qrupamız var. 16 fevral dərsə başlayır. Bir də hal-hazırda ekranda gördüyünüz WhatsApp kurikulum qrupamız var ki, 11 AZN ödəniş etməklə bu qrupa qoşula bilərsiniz. Yəni öyrənməyə görə müəllimlər narahat olmayın. Mən hər bir qrupuma eyni münasibəti göstərirəm. İmtahana bir ay qalmış bizim hər gün, həftə içi 7 gün dərsimiz olur və bunların da hər biri sizin daha gözəl nəticə əldə etməyiniz üçündür. Hər birinizə bol uğurlar arzu edirəm və bu qrupları analiz edin. Kimə hansı qrup uyğun olarsa qeydiyyatdan keçməklə həmin o qruplara qoşula bilərsiniz. Sağ olun müəllimlər. Növbəti izahlarda, növbəti videolarda görüşənə qədər.